Sadece olarak onun baxım necə istifadə edirsə, hansına izləməz ki, sizin bəstəkarlıq qabiliyyətinizdə malik şeir, bir çox Şəhid balam, sən izzətə çatmısan, amma əfsus məni gözdən atmısan. Sən ki bala anasız yatmaz idin, necə mənsiz məzarında yatmısan. Şəhid balam, sən izzətə çatmısan, amma əfsus məni gözdən atmısan. Sən ki bala anasız yatmaz idin, necə mənsiz məzarında yatmısan. Şəhid balam, gözüm baxır yoluna, qurban olum uca boylu boyuna. Mən yanıram bu niskilə ay bala, həsrət qaldı hamı sənin toyuna. Ağlaram, sinə dağlaram, ağlaram, qara bağlaram. Şəhid İmam Hüseyn kimi, şəhid balama ağlaram. Ağlaram, sinə dağlaram, ağlaram, qara bağlaram. Şəhid İmam Hüseyn kimi, şəhid balama ağlaram. Şəhid balam, yorğun balam, vay balam. Səni görməz anan bacın, ay balam. Yorulmusan ağrıdan, acılardan. Yat dincin al, qoy deyim lay lay balam. Şəhid balam, gözüm baxır yoluna, qurban olum uca boylu boyuna. Mən yanıram bu niskilə ay bala, həsrət qaldı hamı sənin toyuna. Ağlaram, sinə dağlaram, ağlaram, qara bağlaram. Şəhid İmam Hüseyn kimi, şəhid
şəhid balama ağlaram, ağlaram, sinə dağlaram, ağlaram, ağlaram, Qarabağlaram, şəhid İmam Hüseyn kimi, şəhid balama ağlaram. Ana, yıxılma ha, dik dayan, nəfəsim birazdan dayanacaq. Bölük yoldaşlarım məni evə gətirəcəklər. Elə ki evə çatdım, məni bərk-bərk qucaqla. Bu son görüşümüzdür, ana. Ana, sən şəhid anasısan. Ağlaram, sinə dağlaram, ağlaram, Qarabağlaram, şəhid İmam Hüseyn kimi, şəhid balama ağlaram. Salam, hər vaxtınız xeyirli olsun sayıqdəyər 14 TV televiziyasının izləyiciləri. Hər birinizi xoş gördük. 14 TV'nin efirində Misra verilişinin növbəti buraxılışı ilə qarşınızdayıq. Bildiyiniz kimi bu günlər xalqımızın tarixində çox böyük əhəmiyyətə malik olan günlərdəndir. 27 sentyabr anım günüdür. 5 il bundan öncə erməni silahlı qüvvələrinin cəbhə bölgəsində təxribatı nəticəsində Azərbaycan silahlı qüvvələrinin əksi hücuma keçməyi və xüsusilə 30 ildən bəri işğal altında olan torpaqlarımızın azadlığı ilə nəticələndi. 44 günlük müharibə bütün dünya tarixində xüsusi qeyd olunmuş müharibələrdən oldu. Və əlbəttə ki, bu uğurda xüsusilə Azərbaycan silahlı qüvvələrinin, Azərbaycan ordusunun, müzəffər Azərbaycan ordusunun çox böyük səyi, çox böyük xidmətləri var və təbii ki, bu xüsusda şəhidlərimizi yad etməliyik hər zaman. Çünki bugün bizim başımızın uca olmağının ilk səbəbkarı təbii ki, şəhidlərimizdir. Onların ruhları qarşısında sayğı və ehtiramla baş əyirik. Allah onların ruhlarını şad eləsin. Eyni zamanda da bu yolda öz sağlamlıqlarından keçən vətən oğullarını, qazilərimizi də unutmaq olmaz. Allah onlara da şəfa versin, Allah onları qorusun. Hal-hazırda da öz canlarını sipər edib vətənimizin azadlığını, vətənimizin suverenliyini qoruyan bütün əskərlərimizi, zabitlərimizi Allah öz nəzərində, öz pənahında saxlasın. Və xüsusilə bugün studiyamızın qiymətli qonaqları var. Mən vaxt itirmədən onları sizə təqdim etmək istəyirəm. İlk qonağımız Əhlibeyt şairi, yazar Əkrəm Səfərli. Əkrəm bəy, xoş gəlmisiniz. Çox sağ olun Hacı Oqtay, qardaşım, əzizim. Məni belə bir verilişə dəvət eləmisən. Mənim üçün böyük bir fəxrdir. Belə bir verilişdə iştirak eləmək. Allah sizdən razı olsun. Allah sizi qorusun. Var olasınız, minnətdaram. Mən də bu xüsusi bir bu belə deyək də bu günümüzdə burada iştirak etməyinizlə bizi şad elədiniz. Var olasınız inşallah. Allah razı olsun sizdən. Gözəl şeirlərinizi dinləyəcəyik təbii ki. Və əlbəttə studiyamızın ikinci qonağı Əhlibeyt məddahı Akşin Məhəmmədi. Akşin bəy, siz də xoş gəlmisiniz. Salam Hacı, mən sizi və bütün heyət üzvlərinizi salamlayıram. Məni dəvət elədiniz. Mən bu dəvətə görə sizə şəxsən öz təşəkkürümü, dərin minnətdarlığımı bildirirəm. Allah sizdən razı olsun. Gözəl belə bir şəhidlər üçün gözəl bir mövzu qoymusunuz, verilişə təyin eləmisiniz. Allah Taala sizdən razı olsun. Yenə də öz təşəkkürümü bildirirəm sizə və bütün heyət üzvlərinizə minnətdaram. Var olasınız. Mən sizə təşəkkür edirəm ki, vaxtınızı sərf edib dəvətimizi qəbul edib bu verilişdə iştirak elədiniz. Allah Azərbaycanımızı, xalqımızı, millətimizi qorusun inşallah. Allah həmişə xalqımızın üzərindən olan o qara buludları
kənara çəksin inşallah. Amin. Aydın səhərlərə doğru xalqımızla bərabər inşallah ki, hər birimiz o yolla, o istiqamətlə hərəkət edək inşallah. Şair gözəl buyurur, Azərbaycan mayası nur, qayəsi nur ki, hər daşından alov dilli ox ola bilər. Azərbaycan deyiləndə ayağa dur ki, Füzulinin ürəyinə toxuna bilər. Doğrudan da Əkrəm bəy, qayıdaq 5 il öncəyə 44 günlük vətən savaşı, vətən müharibəsi, necə ki, şəhidlərimiz, əskərlərimiz bir dastan yazdılar. Və təbii ki, o 44 günlük müddətdə ön cəbhədə əskərlərimiz çox cəsarətlə, çox şücaətlə, düşmənlə mübarizə aparırdılar və xatirimdədir. Amma arxa cəbhədə olan insanlar da hər kəsin qəlbi, ürəyi onlarla döyünürdü. Hər kəsin duaları bizim əskərlərimizlə idi və eyni zamanda da hamı çalışırdı ki, bir yolla cəbhə bölgəsinə kömək etməyə çalışsın. Mən sizə o dövrlərdən istəyirəm sual verin. Baxın, həmən o 44 günlük müharibə dövrlərində siz hansı hissləri keçirirdiniz? Xahiş edirəm bu barədə məlumat verərdiniz. 44 günlük böyük vətən müharibəsində həqiqətən də təkcə mən yox, bütün Azərbaycan xalqı öz birliyini dünyaya tanıtdırdı. Hətta biz arxa cəbhədə olsaq biz, mənim üçün bir neçə vətənpərvər insanlar, ümumi Azərbaycanda belə bir şey auditoriya yarandı ki, hər birimiz bir əskərik. Və xidmətlər göstərdik Allahın izni ilə, xidmətlər göstərdik hər birimiz. Onlara, yəni bizə yardım aparanlar, yollara çıxanlar, əskərləri yola salanda qarşılayanlar, yəni xalqın sevgisi, məhəbbətin insan görəndə insan sevincin həddi hududunu bilmir ki, necə başa salsın insanlara ki, mən bu günlər mən sevinc içindəyəm. Həqiqətən də 30 illik həsrətdən sonra bizim üçün çox böyük bir nailiyyətdir. 20% torpaqlarımızı düşmən tapdağı altından azad etdik. Məhz həmin o şəhidlərdir ki, öz canlarını sipər elədilər vətən yolunda, xalq yolunda. Şəhidlik böyüklərin duasıdır. Şəhidlik başqasına xidmət eləmək deməkdir. Şəhidlik əvəz olunmaz bir cənnət misalıdır. Doğrudan da çox gözəl vurguladınız. O 44 günlük savaş, əlbəttə biz unuda bilmərik. Yəni 90-cı illərdə başlayan bu müharibə və 30 il ermənilər bizim torpaqlarımızı işğalda saxladılar. Yəni nə qədər çalışsaq da ki, bu məsələ sülh yolu ilə həll olunsun, amma onlar bir addım belə geri çəkilmək istəmirdilər. Və 90-cı illərin əvvəllərində Azərbaycan yeni müstəqilliyini qazanmışdı. Xatirinizdədirsə, o dövrdə bir xaos hökm sürürdü və silah çatışmamazlığı var idi. Bəzən əskərlər, məsələn 10 əskərə bir avtomat düşürdü. Və unutmaq olmaz və bizim də, hər birimizin də borcudur ki, 90-cı illərdə də bizim bir çox vətən oğulları şəhadət zirvəsinə ucaldılar və onların o əlində məhdud imkanlar ola son damla qanlarına qədər düşmənlə mübarizə apardılar. Və təbii ki, oğullardan biri də Çingiz Mustafayev idi. Çingiz Mustafayev yəni həmən dövrlərin orada baş verən hadisələrin video lentə alınmağının böyük səbəbkarı idi ki, artıq biz illər keçsə də belə gənc nəsillər də o kadrları izləyirlər. Yəni o bir dəlildir ki, o dövrdə baş verən, cəbhədə baş verən hadisələri Allahverdi Bağırov, Allah ruhunu şad eləsin və bir çoxlarını qeyd etmək olar. Yəni bu müharibədə olan o bizim oğullarımızın o qəhrəmanlığı təkcə 44 günlüklə məhdudlaşdırmaq olmaz. 90-cı illərdə də bizim vətən fədailəri var idi. Bir çox şəhidlərimiz bu yolda öz canlarını fəda elədi və qəhrəmanlıqları dillər əzbəri oldu. Və əlbəttə ki, o bir
müqəddimə oldu ki, bu xalqımız bu əhval-ruhiyyədə, yəni cavan bizim vətən övladları bu əhval-ruhiyyədə böyüdülər və əlbəttə 30 il artıq müddətindən sonra qeyrətli, şücaətli, vətəninə bağlı oğullar yetişdi və o oğulların sayəsində bizim qalibiyyətimiz baş verdi. Hətta xatirinizdədirsə, o zamanlar pandemiya dövrləri idi. Bəli. Və buna baxmayaraq, yəni müxtəlif məhdudiyyətlər olmağına baxmayaraq, hamı cəbhə bölgəsinə axın etməyə çalışırdı. Nə qədər mən insanlar, yəqin siz də xatırinizdədir, siz də diqqət eləmisiniz ki, könüllü şəkildə, yəni gedirdilər komissarlıqlara ki, bizi də aparın döyüşə. Yəni yaşı yuxarı olanlar, hətta ağsaqqallar var idi ki, biz döyüşə getmək istəyirik, biz də bu müharibədə iştirak eləmək istəyirik, torpaqlarımızı azad etmək istəyirik. Yəni bu xalqın birliyi, xalqın bu qədər möhkəm şəkildə bir-birinə bağlılığı və əlbəttə ki, bir psixoloji inam hissi, insanların inancı, bunu da unutmaq olmaz. Çünki baxırdıq ki, bir çox, məsələn, kadrlar bizim əlimizə gəlib çatırdı. Gördük ki, əskərlərimiz dillərində Allahu Əkbər sədası, Allah, Muhammed, Ya Əli, Ya Hüseyn deyə vətənin azadlığı uğrunda düşmənin üzərinə gedirlər. Yəni, yəqin ki, siz də diqqət eləmişsiniz bu məsələlərə. Bəli, Hacıcan. 44 günlük Böyük Vətən müharibəsində əskərlərimizin bir çox, həm də xalqımızın yadında qalan ən bəsit, ən nümunə şüar Ya Muhammed, Ya Əli, mərd oğullar irəli. Bu şüarı səsləndirərək bizim əskərlərimiz yəni Allahla bağlılığını bir daha sübut elədilər ki, yəni biz həqiqətən də biz iman əhliyik, imanlıyıq və döyüşə hazırıq. Və bu bir göstərici idi, eləmi? Bəli, göstərici idi bu. Və buna misal çox gətirmək olar, çox elə şəhidlərimiz var idi, Əkrəm bəy. Yəni sus şəhid oldular, oruc halda şəhid oldular. Yəni misalı da, yəni bir nümunəsi kimi buna yanaşmaq lazımdır. Hacıcan, şəhidlik həyatın başlanğıcıdır. Bəzi insanlar görürsən tam dərk eləmirlər şəhidliyin nə olduğunu bilmirlər. Şəhidlik həyatın başlanğıcıdır. Maşallah. Yəni şəhidlər ölməzdir deyəndə necə ki Əli İmran surəsi aya 169-da Allah Mütəal buyurur. Allah yolunda öldürənlərə ölü deməyin. Onlar Allah yanında ruzu yeyəndilər. Onlar diridirlər və Allah yanında ruzu yeyirlər. Ruzu yeyən bir var mənəvi ruzu, bir var maddi ruzu. Bəli. Bizim şəhidlərimiz də qərib deyirlər. Onların ağası İmam Hüseyn əleyhissalam, Seyyid-i Şühəda. Bəli, bəli. Onlar ağasının yanındadılar. Bəli, bəli. Bizim böyük ariflərimiz, alimlərimiz, bir çox böyük dahi insanlar bu yol üçün can atıblar. Deyirlər ki, Allah bizə şəhidlik qismət eləsin. Hətta Peyğəmbər Mustafa'nın yanına bir kişi gəlir deyir ki, görəsən Allaha yalvarır, Pərverdigara, mənə elə bir ölüm qismət elə ki, yəni mən o ölümdən, bu dünyadan sənin razığın olan ölüm olsun ki, mən bu dünyanı o şəkildə dünyanı tərk edeyim. Peyğəmbər Həzrət buyurdu ki, o şəxsin duası qəbul olunsa, o şəhid olmalıdır. Şəhadətə qovuşmalıdır. Çünki ən üstün ölüm odur. Nə qədər böyük bir dəyərdir. Bəli. Yəni Həzrət Peyğəmbərimizin vasitəsilə də, Qurani Kərimin ayələri vasitəsilə də biz həqiqətən də şəhidlik zirvəsinin nə qədər uca bir zirvə olduğunu şahid oluruq. Sizin də yaradıcılığınızda bilirəm ki, şəhidlərlə bağlı, vətənpərvərliklə bağlı mövzular çox böyük, belə deyək, yəni yaradıcılığınızın böyük hissəsini təşkil edir. Xahiş edirəm, bax bu elə bu özəl bir gündə, xüsusi bir gündə Azərbaycanımızın, xalqımızın yəni tarixində xüsusi əhəmiyyəti olan malik bir gündə şeirlərinizlə bizi, yəni bu dəyərli izləyicilərimizi inşallah mənəvi cəhətdən feyziyab eləyəsiniz. Buyurun, söz sizindir. Vətəni sevmək imandandır, hünər göstərəsən. Xocalı faciəsin çatdırasan, hər yerəsən. Kişilik şəninə layiq özüvə dərd verəsən. Xalqıvın, millətivin dərdinə dərman olasan. Vətən üçün şəhid ol, Azərbaycan olasan. Maşallah. Düşünürsən necə imanla gedibdir irəli, tüm bunun kərb-bəladan qoyulub təməli. Yaşa Allah üçün, öl Allah üçün ən gözəli. Nə gözəl yoldur bu yol, Allaha qurban olasan.
Vətən üçün şəhid ol, Azərbaycan olasan. Kim şəhid olsa əgər, cənnətə sarı yol alar. Ağası Şahi Şəhidan adıyla ucalar, çün kiçik damla elə mənəmlərlə damla qalar. Qoş ki, dəryaya kiçik damlanı umman olasan. Vətən üçün şəhid ol, Azərbaycan olasan. Bu şərəf rahı sənə gəlsə çətindən də çətin. Addım at, cəbr elə, addımla mətin, məzluma göstərəsən Həzrət Əli mərhəmətin. Çəkib Allah adını, cəngidə aslan olasan. Vətən üçün şəhid ol, Azərbaycan olasan. Gözümə zülümdür, görsəm nəfsin möhtacını. Nə gözəldir ki, halal datsa şirindən acını. Əkrəm, geyib təqva libasın, qoyub iman tacını, çıxıb öz nəfsimin taxtına sultan olasan. Vətən üçün şəhid ol, Azərbaycan olasan. Vətən üçün şəhid ol, Azərbaycan olasan. Həqiqətən də şəhidlərimiz, yəni onların şəhid olmalı anları nəzər salsan, görəcəksən ki, hər bir şəhidin şəhid olma anında bir məktəb yatıb. Yəni gənclərə bir nümunə olaraq bir məktəb yatıb, bir sevgi yatıb, bir eşq yatıb, məhəbbət yatıb. Mən şəhid evlərində olanda görürəm ki, şəhid analarına bir şəhidlərdən bir iki dənə şeir deyəndə görürəm ki, ananın üzündə təbəssüm yaranır. Deyir ki, görürsən, həqiqətən də mənim oğluma Allah bu qədər dəyər verib. Deyirəm, anacan, həqiqətən də elədir, sənin oğlun şəhiddir, şəhiddir İmam Hüseyn Əleyhisselamın məktəbidir. Əhl-i Beytdən qalıb bizlərə şəhidlik. Deyirəm, yəni şəhid ol, mən də arzulayıram şəhid olam. Mən bir şeyimdə deyirəm ki, elə fürsətdir, şəhadət, onu hər kəs tuta bilmir. Hamı canın hər əzaba bu məqam üçün ata bilmir. Yəni bu məqam üçün canı vermək, hər an insan onu edə bilməz. Yəni o insanda iman olmalıdır, vətənə sevgi olmalıdır, məhəbbət olmalıdır. Bu düşünməməlidir ki, mən gedəcəm, mənə nəsə olacaq. Yəni şəhidlərimiz hamısı ürəkdən, şücaətlə öz vətənin difa ediblər, göstəriblər. Təşəkkür edirəm. Gözəl bir söz var, gözəl bir deyim var. Torpaq su ilə qarışanda palçıq olar. Torpaq qan ilə qarışanda vətən olar. Gözəl buyurdunuz, Azərbaycan olasan. Allah bir daha şəhidlərimizin ruhlarını şad eləsin. Akşin bəy, sizi də bu qiymətli gündə, siz də bir çox şəhidlərimizin məclislərində, mərasimlərində, onların adına qurulan mərasimlərdə iştirak eləmisiniz. Təbii ki, əlavəniz varsa, buyura bilərsiniz. Valla şəhidlər haqqında bunu demək olar ki, şəhidlik elə bir məqamdır ki, necə ki, Peyğəmbərə, Həzrətə Əliyə yetişmək üçün, məsələn, Peyğəmbərə yetişmək üçün o hədis var, deyir ki, gələk birinci bu şəhərin ki, daxil olmaq istəyirsən, o qapıdan keçəsən, Peyğəmbər hədis buyur. İnsan həqiqətən də şəhid məqamına yetişmək üçün gələk İmam Hüseynlə keçər. Allah var eləsin, çox gözəl ibarədir, çox gözəl şəkildə fikir səsləndirdi. Buyurun, sizin də bugünkü günə xüsusi ifanız olacaq, dinləyək sizi. Mən istəyirdim bu şəhidlər haqqında bir məclislərdə elə oxuduğumuz bir neçə beyt var. Buyurun, buyurun, buyurun. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Esselamu aleyke ya Aba Abdillah. Esselamu aleyke Azizi Zehra. Dilim denen peyhan olan, şuarın sıcam olan, de hüccetün tamam olan, şehidlere selam olan. Kim asimane göz diken, satar meqam-ı saliken,
Görer deyər mələikə, şəhidlərə səlam olam. Döküldü cəbhələrdə qan, şəriət oldu cavidan. Buyurdu sahibə zaman, şəhidlərə səlam olam. Cihada himmət etdilər, xoş istiqamət etdilər. Hüseynə beyyət etdilər, şəhidlərə səlam ola. Allah cəmi şəhidlərimizə rəhmət eləsin, ruhlarını şad eləsin. Allah onların ruhlarını ağamız İmam Hüseynin ruhuna qonaq qərar versin inşallah. Təşəkkür edirəm Akşin bəy, Allah sizdən razı olsun. Allah səsinizə, avazınıza bərəkət versin. Həmişə belə gözəl mənəvi havada şəhidlərimizi tərənnüm edən ilahilər, mərsiyələr izləyicilərimiz üçün, dinləyicilərimiz üçün inşallah ərmağan eləyəsiz, var olasınız. Bəzən Əkrəm bəy, şəhidlərimizin adı çəkilən zaman Allah rəhmət eləsin deyirlər. Ümumiyyətlə, indi bir nəfər dünyasını dəyişəndə, təbii ki, bu artıq bizim dilimizdə, yəni xalqımızın bir xüsusi dilində olan əzbər bir duadır, əzbər deyilən sözlərdən biridir ki, Allah rəhmət eləsin deyirik. Əslində elə Allah rəhmət eləsin özü bir duadır. Yəni Allah dünyasını dəyişəni öz mərhəməti ilə dünyasını dəyişənlə rəftar eləsin. Təbii ki, ədaləti ilə Rəbbimiz bizimlə rəftar eləsə işimiz ağır olar. Bu özü bir duadır, gözəl bir duadır, amma şəhidlərimiz barəsində mən bunu deyə bilmirəm. Yəni qəlbimdən, içimdən gəlmir. Nə üçün? Çünki şəhidlərimiz rəhmətin özüdürlər. Mən onlar haqqında, onların adını çəkdiyimiz zaman, onlar barəsində danışdığımız zaman Allah onların ruhlarını şad eləsin və yaxud Allah onların ruhlarını bizə duaçı qərar versin. Allah onları bizə şəfaatçı qərar versin. Yəni bu xüsusda bu yəni məsələyə baxdığımız zaman doğrudan da Allah şəhidə o qədər böyük bir dəyər verib ki, hətta yəni insanlara şəfaət ki, böyük bir məqamdır. Yəni hər insana şəfaət etmək digərinə, yəni vasitəçi olmaq da belə deyək, qismət olmur, amma Allah o şəhidlərimizə bu dəyəri verib. Yəni şəfaət dəyərini verib. Doğrudan da bu böyük bir dəyərdir, elə deyilmi? Bəli, Azizam. Azizam, 44 günlük müharibə zamanı bizim Binə qəsəbəsinə şəhidlər başladı gəlməyə, ard-arda gəlməyə. Mən onların dəfnində iştirak elədim və onların məclislərində olanda məndə vətənpərvərlik hissi daha da genişləndi, daha da öz yerini tapdı. Mən onlara olan, necə deyim, onlara öz hisslərimi şeirlərimlə başladım deməyə, çatdırmağa. Yəni ilk dəfə elə bir şeirlər yazmağa o zamandan başladınız da, eləmi? Şəhidlər haqqında. Şəhidlər haqqında o dövrdən başladınız. O dövrdən başladım. Mənim içimdə, hətta həmin dönəmdə Binədə şəhidlər davamı gəldikcə təzədən 8 noyabrda qələbə günü təyin olundu, Zəfər bayramı təyin olunandan sonra bizim qəsəbəmizdə 21 şəhidimiz var idi. 21 şəhidimiz şəhidlik yaxından dəfn olmuşdu. Mən də o şəhid evlərinə gedəndə deyirdim, ay Allah, mən burada nətər şeir deyim ki, birdən o biz şəhidin evində şeir deyərəm, birdən deyərlər burada bunu dedi, orada nəsə bir yəni fərq qoyursan. Fərq qoyursan. Ona görə 21 şəhid, bir şeir yazmışam. 21 şəhidin də adını orada canlandırmışam. Düzdür, qəsəbimizdə indi 30-a yaxın şəhid var. Ondan sonra gələnlər də. Mən bu şeiri o dönəmdə yazmışam da. O dönəmdə olan hisslərimlə, o dönəmdə yaşadığım mühitdən bu şeiri yazmışam deyə. Yəni burada 21 şəhidin adını çəkirəm. Qəsəbimizdə. Mən hər qəsəbədə şəhidlərin evinə gedəndə bu şeiri deyirəm. Əlbəttə şəhidlər hamısı, hər biri bizim başımızın tacıdır. Hər biri başımızın yəni tacıdır. Biz hər hansı birinin adını qeyd etməklə elə düşünülməsin ki, digərinin adını yəni qeyd etmirik. Elə onun adını qeyd etmək, məsələn bir şəhidimizin adını qeyd etmək, elə digər şəhidimizin adını qeyd etmək də hesab olunmalıdır. Mən ümumi şəhidlərə şeir yazmışam. Hər yazdığım şeirlər şəhidlərə var. 5-6 dənə var, 10 dənə var, 15 dənə ümumi yazmışam. Sadəcə olaraq Binə qəsəbəsində bəlli idi ki, bizim qəsəbədə 21 şəhid var. Mən ona görə, ona uyğun olaraq yəni elə bir ad səsləndirmişəm ki, yəni çünki qəsəbəmizdə
bir şəhid evində məclis olanda bütün qəsəbədə olan şəhid vadının hamısı yığışır orada. Hamısı yığışırdı, bəli. Mən də ona görə hamısının uşaqların adını səsləndirirəm ki, orada. Qoy şəhid valideynlərdə heç olmasa biraz qəlbləri azca də da olsa bəli. qəlblərinə biraz sevgi salar, biraz məhəbbət salar. Bəli, bəli. Yəni izni olsa. Buyurun, olsa, əlbəttə ki, buyurun. inşallah Çox gözəl olar. Elə dəyərli izləyicilərimiz də onlar üçün də çox xoş olardı ki, sizin bu yazdığınız, qələmə aldığınız içinizdən, qəlbinizdən doğan hisslərlə qələmə aldığınız bu şeiri dinləsinlər. Buyurun. Yenə qəlbim cuşa gəldi şəhidin eşqi ilə. Buna dil vasitədir, çünki ürək gəldi dilə. Dedi şair, ananın qəlbi yanır, mərhəm elə. O yanan qəlbi sözünlə bulaq et, zəmzəm elə. Oğlu xalq üçün şəhid oldu, qorudu öz vətənin. Bu xalqın hər bir oğlu bugündən oğlundur sənin. Həqiqətən də vüqardır, iftixardır binəyə. 21 şəhidin dərdini çəkmiş sinəyə. Hansı xalqın ki şəhidi var, deməli qeyrəti var. Şəhidin nəşi olan torpağın öz izzəti var. Qəlbi paşlar dadar ancaq düz hədəfli ölümü. Bizə Allah nəsib etsin bu şərəfli ölümü. Xoş olsun, getdilər onlar ağanın məhzərinə. Bu igidlərdir salıb adını ağanın dəftərinə. Turalı, Ramili var, Həsən ağası, Aslanı var. Zəmili, Natiqi var, Nahidi, Tamerlanı var. Qurbanəli, Şah Gündüz, Rüfət var, Qardaşxanı var. Elmazı, Toğrulu var, Bəhrəmi var, İmanı var. Muradı, Samiri var, Elmiri var, Sənanı var. İsa var, gör binən neçə şəhid Aslanı var. Xoş olsun onlara biz özümüz üçün fikir eləyək, hamının ruhuna salavat zikr eləyək. Yaz şəhidlər haqda Əkrəm, kəsmə ölsən də yenə, ümidim var baxacaq Kərbəla şahı sənə. Ümidim var baxacaq Kərbəla şahı sənə. Belə bir şey, həm 21 şəhidimiz üçün yazdım və bunu səsləndirmişəm bir çox yerlərdə, bir çox şəhid evlərini səslənmişəm. Hətta mən özüm şəhid evinə gedmişəm, məclis olub gedmişəm, orada oturmuşam, qıraqda oturmuşam. Şəhid valideyni gəldi, səndən xahiş edirəm, nə oldu? Siz yox, əstəğfurullah, mən sizdən xahiş edə bilərəm, siz məndən yox, buyurun. Deyir, gəlin həmin o şeiri bir dənə səsləndirində burada, nə olar? Deyir, bizim uşaqlarımızın adını çəkilsə, bizə çox rahat oluruq. Bu mənim üçün böyük bir dəyər idi. Yəni, bu Allaha qurban olma, elə bir hiss idi ki, mən bunu kiməsə açıqlaya bilmirdim ki, yəni, həqiqətən də, yəni, gözəl bir yerdə insanlar, yəni, şəhidin məclisi həqiqətən dəyərlidir. Ona dəyər verəsən. Çünki şəhidlik uca bir zirvədir. Elə bir zirvədir ki, mən bir şeirini deyirəm ki, o şəhiddir vətənin damarlarına qanını verib. O şəhiddir qoruyub millətin öz canını verib. O şəhiddir məzlumun dərdinə imdad eləyər. Zalimə qarşı olar, qəddini bərbad eləyər. Cismi torpaqda qalar, ruhu isə hey ucalar. O şəhiddir ki, onun eşqi ürəklərdə qalar. Həqiqətən də şəhidlərin eşqi bizim qəlblərimizdədir. Yəni, iman, kimin ki qəlbində iman varsa, o şəxs heç vaxt öz şəhidlərini unutmaz. Heç vaxt onlarda ayrı qalmaz. Allah da bizə bu lütfü əta eləyib, çox şükürlər edirik. Allah şəhid analarına, şəhid ata-analarının qarşısında baş əyirəm. Allah onlara yenə səbir versin deyirəm. Yəni, bizim də əlimizdən gələn budur. Allah razı olsun, buyurun. Allah razı olsun, təşəkkür edirəm. Həqiqətən də çox qiymətli şeirlərdir. Yəni, şeirləri dinlədiyimiz zaman, ümumiyyətlə, o baş vermiş həmən o, belə deyək, dövrlərdən söhbət gedir. Dediniz ki, şəhid cənazələri gəlirdi, qarşılayırdıq, dəfinlərində iştirak edirdiniz. Yəni, o hadisələrin nəticəsində yaranan təəssüratların sizdə qoyduğu, belə deyək, izlərdir ki, bu şeirləri siz ərsəyə gətirmişsiniz, qəlbinizin, ürəyinizin sözünü deməyə çalışmışsınız. Elə mənim də yadımdadır, bayaq da qeyd elədik, bu barədə danışdıq ki, təbii bir 5 il bundan öncə müharibə başlandığı zaman mən də yaradıcı insan olduğumdan içimdə, qəlbimdə, mənim də yəni cismən orada iştirak edə bilməsəm də həmən döyüşlərdə, amma ürəyimdə, qəlbimdə
şəhidlərlə, əskərlərimizlə bərabər olduğumu, yəni özüm yaşamağa çalışırdım. Və təbii ki, mənə də bu hisslər təsir göstərdi. Mən də bir verilişimizin öncəsinin əvvəlində elə səsləndirdik. Şəhid balam adlı bir ifa, belə deyək, sözləri düzü bilmirəm onun sözlərinin müəllifi kimdir, amma həmən dövrdə mənim əlimə keçdi, yəqin hansısa bizim əziz şairlərimizdən birinindir. Amma musiqisini elə içimdən gəldi, o musiqisini özüm bəstələdim. Şəhid balam, sən izzətə çatmısan, amma əfsus məni gözdən atmısan. Sən ki bala anasız yatmaz idin, necə mənsiz məzarında yatmısan? Şəhid anasının dilindən. Şəhid balam, sən izzətə çatmısan, amma əfsus məni gözdən atmısan. Sən ki bala anasız yatmaz idin, necə mənsiz məzarında yatmısan? Ağlaram, sinə dağlaram, ağlaram, qara bağlaram, şəhid İmam Hüseyin kimi şəhid balama ağlaram. Allah şəhid analarının canını sağ eləsin. Amin. Şəhid atalarının, qardaşları, bacıları, yaxınları da ümumiyyətlə. Amma təbii ki, ilk növbədə biz ad çəkəndə şəhid analarından deyirik. Nə üçün? Çünki ana müqəddəsdir. Hacı Həzrət Peyğəmbərimiz bu hədisi yəni boş-boşuna deməyib, cənnət anaların ayaqlarının altındadır. Uşaq dünyaya gələndə ilk dediyi söz yəni anadır. Ona görə biz vətənimizə də ana vətən deyə müraciət edirik, təbii ki. Və şəhidlərimizin bu bizdən ayrılığı ümumiyyətlə, təbii bir tərəfdən bizi sevindirdiyi kimi, yəni nə barədə sevindirdi, onların o zirvəyə ucalmağı, şəhadət zirvəsinə ucalmağı, amma bir tərəfdən də bir gözümüz ağlar idi, bir gözümüz gülürdü. Elə şəhid analarının dilindən deyirəm ki, biz dəfələrlə, elə siz də, Akşin bəy də şəhid məclislərində iştirak edirdik, şəhid analarını görürdük və bizləri dəvət edirdilər, şairləri, Əhl-i Beyt məddahlarını, yəni o vaxt kəsimi ki var, o vaxt kəsimində bir çox şəhidlərimizin məclislərində iştirak elədik. Onlar bizdən istəyirlər ki, biz oxuyaq şəhid barəsində, mərsi oxuyaq, rozu oxuyaq və yaxud o gözəl qeyd elədiniz ki, biraz da olsa ürəkləri toxtaqlıq tapsın, biraz da olsa ürəkləri rahatlıq tapsın. Amma bizim üçün çox çətin idi. Yəni, mən şəxsən özümü deyirəm, baxırdım məclisdə oxuduğumuz zaman şəhid analarına, görürdüm onlar çox daha da, kədərləri daha da artır, qəmləri daha da artır. Amma nə edim ki, bizdən xahiş ediblər ki, yox, siz oxuyanda biz ağlayırıq, qəmlənirik, ağlayırıq, ürəyimizi boşaldırıq. Və əlbəttə ki, bu doğrudan da həmən bu dediyim bu məsələlər o dövrdə yenə də və yaxud da yəni o hisslərimizdən doğan, qəlbimizdən, ürəyimizdən gələn şeirlər, ifalar o dövrün bizə həmən hadisələrin təsiri nəticəsində baş vermişdi. Siz də bilirəm ki, bir çox şəhid məclislərində iştirak eləmişsiniz. Ümumiyyətlə, bu barədə elə fikirlərinizi bölüşərdiniz. Bəli, Hacı, mən istər Bakıda olsun, Bakı daxili olsun, istər digər bölgələr olsun, yəni mənə hər hansı bir şəhid anası mənə təklif edəndə, mənə yazanda, deyəndə qəsəbimizdə, Bakıda ümumiyyətlə yəni boş günüm olmurdu. Nə vardı? Çünki döyüş dönəmi şəhid çox gəlirdi. Bəli. Hələ çatdıra bilmirdim ki, bunu gedim, bu dəfnində iştirak edeyim, o dəfnində çatdıra bilmirdim. Bəzən də bölgələrdən məni çağırdılar. Mən bir dəfə Şamaxıya məni dəvət eləmişdilər, şəhid məclisinə. Getdim məclisdə bir-iki dənə şeir dedim, gördüm orada 2 dənə şəhid anası yaxınlaşdı. Mənə dedi ki, bala, səndən xahiş edirəm, mənim oğlumun ildönümü filan günüdür, filan tarixdədir, bu tarixdədir. Sizdən xahiş edirəm, yəni gələ bilərsiniz. Dedim, anacan, niyə gəlmərəm? Gələrəm. Hətta həmin yerdən çıxdı, kəndin dəqiq yadına qalmayıb. Bizi apardı öz övladının, həmin şəhidin məzarına. Mən orada da gördüm, ananın ürəyi çox darıxır eləyir. Mən orada da elə bir şey dedim ki, kim qalar bu dünyada? Vaxt çatdı, hər insan gedər. Ey anam, səbr eylə.
Bir gün gələr, dövran gedər. Oğlun şəhiddir, şəhidlər ağasına mehman gedər. Əsl aşiq odur ki, öz eşqinə qurban gedər. Əvvəlfəzdan qalan qeyrət ətirli məktəbdir bu. Dedim, bu ən dəyərli bir məktəbdir. Ana üçün bu şeiri deyəndən sonra gördüm ki, həqiqətən də ana biraz üzünə bir təbəssüm gəldi. Dedi, mənim balam, İldönmü səni gözləyirəm. Mən həqiqətən də, yəni, necə deyim azam, şəhid məhsəsinə getmək bizim üçün fəxrdir. Amma orada qalıb bir iş görmək çox çətindir. Düzdür. Adam çox çətinlik çəkir ki, mən bir dənə şeir deməkdən, ya orada bir söz deməkdən, mən şəhid anasının, nə atasına, nə valideyninə nə təsəlli verə bilərəm orada. Sonra deyirəm ki, yox, Allah bu lütfü mənə əta eləyibsə, ən azından mən heç olmasa bir-iki söz deyim deyə, mən yəni gəlmişəm bura, əlimdən gələni eləyim. Bəlkə həqiqətən dediyim bir sözdə, bəlkə bir ana, şəhid anası həqiqətən də bir rahatlıq tapdı. Bir şəhid məclisində mənə şəhidin valideyni mənə sual verdi, dayısı. Mənə sual verdi ki, bəs biz şəhidlərimiz qələbə çaldı, yəni zəfər 1-2 ildən sonra da şəhid məclisində şəhidlərimiz qələbə çaldı, bəs sən belə şəhidlərimizin belə fəxrlə yazdığın bir şeir yoxdur. Dedim, nə üçün yoxdur? Var. Mənim zəfər şeirim var. Yəni yazmışam, onu səsləndirə bilərəm. Sonra da şəhid məclislərə gedəndə adam hələ istəyir şəhidlərin açsın. Düzdür. Bu da şəhidlərin gördüyü işdir ya. Yəni mən elə ki, Azərbaycan zəfər çaldığı dövrdə yazdığım bir şeirdir. Biz əzəldən bəri tarix yazan bir millətik. Belə bir şeir yazmışam. Zəhmət olmasa o zəfərlə dediyiniz şeiri səsləndirsəz çox gözəl olar. Biz əzəldən bəri tarixlər yazan bir qeyrətik. Biz türkük, biz talış, biz ləzgiyik, bir dövlətik. Biz bir bayraq altında toplanmış necə sərvətik, eyni torpaq üçün can vermişik. Demək biz bir millətik, tarixi öz əli ilə yazmağa qadir millətik. Tarixin varaqlarına böyük dastan yazmışıq biz. Canımızı qurban verib Azərbaycan yazmışıq biz. Dönmərik biz bu yoldan, qəlbə Qur'an yazmışıq biz. Biz Allahın aslanının yolun tutmuş şir millətik. Tarixi öz əli ilə yazmağa qadir millətik. Biz köksü dağlar görüb, zəfər çalmış bir dağdanıq. Hər rəngi tarix yazan, biz üçrəngli bayraqdanıq. Biz Nizami, biz Füzuli yetirmiş torpaqlardanıq. Dünyanın əsərlərində hökm edən şair millətik. Tarixi öz əli ilə yazmağa qadir millətik. İndi yazılır Qarabağda tarix, gözlər bizdədir. Düşmənin bitmiş sözü, həqiqi sözlər bizdədir. General Polad qəhrəman, mübarizlər bizdədir. Biz dünyanın özünə tarix yazan bir millətik. Tarixi öz əli ilə yazmağa qadir millətik. Maşallah. Var olasınız. Allah qələmizə bərəkət versin. Təşəkkür edirəm və sonda Akşin bəyin bir təbii ki bir ifası ilə inşallah verilişimizi bitirəcəyik. Əziz dəyərli izləyicilər, hər birinizə təşəkkür edirəm ki, vaxtınızı ayırıb bizi izlədiniz. Əlbəttə sizlərlə hər zaman olduğu kimi vidalaşmaq bizim üçün çox çətindir, amma nə edək ki, hər bir verilişin vaxtı var, zamanı var. Ona görə artıq sağollaşmaq məcburiyyətindəyəm. Allah sizi qorusun. Nə yaxşı ki varsınız. Allah xalqımızı, millətimizi öz nəzərində, öz pənahında saxlasın. Növbəti verilişlərdə görüşmək ümidi ilə Allaha əmanət olasınız. Xuda hafiz. Aşıqların sensiz yollarda qalmış gözləri ağlar. Gəl ey gülü nərgiz, gəl intizarın sinələr dağlar. Bitmə
Bitmez bu gam hicran, gel ey cemali can alan canan. Her kim seni görse bu eşke bir dünya verer kurban. Alem nedir, dünya nedir, herkes sana divanedir. Ya Mehdi, sen günler aydın şemsen, aşıkların pervanedir. Ya Mehdi, gel ey dualar haceti, 11 imamın hücceti. Ya Mehdi, gel ki bitir bu hasreti, iller süren gem mühneti. Ya Mehdi, zuhur eyle ki hakka, gelsin adaletsiz kalan dünya. Hakkın yolun senle, tapsın hidayetsiz kalan dünya. Gel bir selam söyle, kurtar bizi bu hicr gemlerden. Her adımın ile nur cilvelensin hoş kademlerde. Gel aleme izzet getir, İslam'a hürriyet getir. Ya Mehdi, yerden göğe şükrün var, köyden yere rahmet getir. Ya Mehdi, döndü fena günler güne, gel bizleri zira bile. Ya Mehdi, düştü adın dilden dile, hasrette yaşlandı bile. Ya Mehdi, Sadece olarak